Salamlar, hər birinizin bayramınızı təbrik edirəm. Sizə söz verdiyim Cambridge 19, 18 və hər birinin izahlarını artıq bugündən etibarən sizlə paylaşır olacağam. Bugün inşallah Cambridge 19 test 1 ilə başlayacağıq. Sualları paralel sizdən işləyəcəm ki, hər hansı bir əvvəldən hazırlıq və sair olmasın. O halda başlaya bilərik məncə. İstəyirsinizsə ilk olaraq mənim izahıma baxıb növbəti testləri ona əsasən işləyə bilərsiniz. Əgər sual tipləri haqqında ümumiyyətlə bir fikriniz yoxdursa, yox, əgər mənim sual tipi haqqında fikrim var, sadəcə səhvlərimə baxmaq istəyirəm deyirsinizsə, o halda testi birinci işləyib daha sonrasında buna baxmağınız daha məqsədə uyğun olar. Əgər hazırsınızsa o halda gəlin bir yerdə başlayaq. Qeyd etdiyimiz kimi, bugün biz sizlə danışacağıq Cambridge 19 test 1-dən. Ümumiyyətlə, mən sizə Innovate üzərindən işləməyinizi önərirəm. Mən başlamamışdan əvvəl bütün əvvəlcə keywordləri müəyyən edirəm. Məsələn, burada adamın adını tapdıq və yaxud da ki 2016 və eyni zamanda 5 il əvvəl deyir. Hansını ki 5 years previously ifadəsindən də müəyyən edə bilərik. İkincidə elə bariz bir keyword yoxdur deyə keçdim. 3-də yoxdur. 4-də məsələn keyword aydın. Ümumiyyətlə keyword nədir? Rəqəm, adam adı, xüsusi isim. Diqqətinizi çəkən keywordlər bunlar ola bilər. Məsələn, Mike and Bob müəyyən elədim. Daha sonrasında keçək buna Werner var burada. Gedək Wernerin harda olduğunu tapaq. Havadan danışır. Pitdən danışır. Gedək onun da yerini bir yerdə müəyyən eləyək. Bəli. Hər birinin artıq yerini müəyyən elədik. Sonra keçək, bu arada suallarımız qalmışdı. Burada deyir ki, change-i götürə bilərik, attention-ı götürə bilərik və suallar ardıcılığı izləyir deyə Andrew-dən əvvəl, Mike and Bob-dan sonra olmalıdır. Daha doğrusu Andrew-dən sonra Mike and Bob-dan əvvəl olmalıdır. Daha transformation, change ola bilər. Yəqin ki, bu hissədə olacaq. Top players, məsələn, bunu da götürə bilərik eyni zamanda keyword olaraq. Gedək, görək, harda tapa bilərik. String var, okey. Daha sonrasında ümumiyyətlə bu hissədə mən xüsusi top playerlər haqqında bir ifadəni və s. görmədim ki, böyük ehtimalla bu bizim cavabımızı not given eləyəcək. Bu üçüncü sual idi, düzdürmü? Bəli. Daha sonrasında mən davam edirəm. Gap fillinglərini Mike and Bob onsuz da müəyyən eləmişdik. Daha sonra ondan sonra spaghetti, strang deyə bir şey olmalıdır. Gedək Mike and Bob'dan sonra axtaraq bu sözü ki, onu da burada müəyyən eləmiş oluruq. Daha sonrasında diet, nutrition-la əvəz olunub. Sonrasında heyvan deyir məsələn. Gəlin heyvanı görək nə ilə əvəz ediblər. Sheep and cow-la əvəz ediblər. Heyvan növünü vermiş ola bilər bizə. Daha sonrasında burada bu piti bayaq tapmışdıq onsuz da. Bir də bu adamı tapaq. Bu da buradadır. İlk olaraq mən həmişə gap fillinglərlə başlayıram, çünki mən daha asan gəlirlər. Mike and Bob, the types of something və article yoxdur. Yəqin ki, ya uncountable ya da cəm ismə ehtiyacımız var. Used on their racket frames. Bu arada uşaqlar, hansı sözün içində bir söz varsa, o heç birinin cavabı ola bilməz. Gedək indi bunun cavabını tapmağa çalışaq bir yerdə. The types of something. No. Aha, types of'un yerine kinds of deyir. Cevap olacaq paint. Yəni bu şəkildə müəyyən edə bilərik. Sonra keçirik buna. The amount of something, the amount of'dan sonra uncountable isim gəlir və it created deyir. Keywordümüz buradaydı. Created var. The amount of something'dəki much'dan sonra gəlibsə uncountable'dır. Mənasını bilməsəz belə yaza bilərsiniz. 10-cu sualda diet nutrition idisə cavabımız oradan sonra training olacaq. 11-ci sualda made from the something of animals. Heyvanların nəyindənsə görürsünüz qoyun və inəklərin cavabı tapdıq bağırsaqlarından. Pit Sampras-ın metal nəysə var idi frameləri, raketin framelərinə qoyulan. Gedirik piti tapdıq. Article yoxdur, ya cəm ya uncountable ismə ehtiyacımız var. Təxmin edə biləcəyiniz kimi.
Cavab bu hissədə olacaq. Addition, okey, yəni əlavə elədi. Nəyə əlavə elədi? Kütlələr əlavə elədi, metal kütlələr. Adətən tələbələrdən görürəm ki, cavab olaraq bura qeyd eləyirlər. Məsələn, raket. Raket zaten burada var. Və yaxud da görmüşəm ki, qeyd eləsinlər, tutaq ki, handle yazdığını eşitdim. Məsələn, buradakı handle. Handle ola bilməz, burada handle artıq var. Yəni, hansı sözün içində cavab olanda onu götürmürsünüz. Və keçirik bu hissəyə. Dəyişdi raketinin tutacaqlarının nəyinisə. Article var, bəli. Amma sadəcə buradan baxırıq ki, office racket, on his racket, cavabı artıq replaced, changed. Neçə söz yaza bilərik? Sadəcə bir söz. Ona görə original grips yerine sadəcə grips yazacağıq. Mənasını bilməyimizə ehtiyac da heç yoxdur. Keçirik true, false, not given suallarımızı işləməyə. Birinci sualda deyir ki, insanlar gözləyirdilər ki, bu adam olsun dünyanın ən yaxşı tenis playeri 2016-dan 5 il əvvəl. 5 il əvvəl buradadır. Deyir, o istedadlıydı, amma heç vaxt qazanmamışdı əsas turnamentləri. Onda gözləmirmişlər. Cavabımız false oldu. Deyir ki, Andrew'nin elədiyi dəyişiklik çoxlu diqqət çəkdi. Murray'nin dəyişikliyi burada danışılır. A valuable addition deyir, elədi. Görə diqqət çəkdimi? Deyir, dəyişiklik o qədər incə idi ki, və yəni unnoticed oldu da, yəni insanlar bunu görmədilər. So, insanlar görmədisə diqqət çəkdimi, çəkmədi. Cavab oldu false. Daha sonrasında deyir ki, əksər top tennis playerlər, bunu zaten bayaq yazmışdıq. 4-də deyir ki, onlarınki light idi. Light'ın bir mənası işıq, bir mənası da yüngül. Bunu light suit falan oradan yadda saxlaya bilərsiniz. Deyir ki, daha yüngül idi digər raketlərə görə. İndi baxaq çəki ilə əlaqəli bir şey axtarıram hal-hazırda. Görüm ağırmı, yüngülmü, necədir? Okay. Aha, deyir çəkisi mor, daha çoxdur. Onda bu oldu false. Deyir ki, bu adam oynadı bu strengthlə, hansını ki o özü dizayn eləmişdi. Bəzən tələbələr oynadı mı, oynamadı mı buna baxıb, özünü dizayn edib etmədiyinə baxmır. Gedib baxırıq ki, bu adam oynayıb mı, oynayıb. Amma özü mü dizayn edib, məlumat verilməyib. Not given. Hava deyir ki, onların stringlərini falan təyin etməsinə təsir edir. Deyir ki, bunlar dəyişir. Burada metastringlərdən danışır. Depending on bir neçə faktordan, bunlardan biri climatic conditions, yəni havadır, yəni true. İnanılır ki, Pitt'in elədiyi raketlərinə elədiyi dəyişiklik töhfə verdi onun güclü servinə. Serv tenisdə olan atışdır. Servis atışı deyirlər, hətta məncə səhv eləmirəmsə. Gedək elə Pitt'i tapaq, okey. Deyir ki, much of the serving power of. Onun servis gücünün əksəriyyəti was attributed to, şamil edilir 4 və yaxud da ki 5 dənə əlavə çəki əlavə eləməyə görə. Yəni töhfə verib. Ona görə də burada bizim cavabımız olmuş olacaq true. Artıq birinci passage bitirmiş olduq. O halda davam edək part 2-mizlə, ikinci passage-lə. Bu tip suallarda mən necə irəliləyirəm? Əvvəlcə bütün sualları oxuyuram. A reference to a denial of involvement in... Okay. Deyir ki, piratlığa daxil olmağı rədd eləmək. Okay. Buna bax, axtarmalıyıq. Bir kampaniya olub, hansı ki, aradan qaldırmaq istəyib piratlığı və onun detalları verilməlidir hansısa paragrafda. MB var. Paragraflar birdən çox dəfə istifadə olunacaq, nəzərimizdən çıxmasın. Şəraitlərdən danışılmalıdır. Hansında ki, dövlətlər köhnə dünyada piratlardan istifadə edirdi. Yəni, nə vaxt piratlardan istifadə edirdilər? İnsanlar bugün piratları necə görür? Bugün deyirsə, adətən son və yaxud da ki, ilk paragraflarda olur. Bəzi insanları necə cəsarətləndirdilər ki, onlar piratlığa dönməsin? Onu tapmalıyıq. Və bu sailing vessel-lər landə yaxın olurmuşlar, bunu tapmalıyıq. Daha sonrasında baxırıq ki, bu iki following statementlərdən hansı Mediterranean region, bu oldu bizim keywordümüz və inhabitants, bu da oldu bizim keywordümüz. Buradan da ki, köhnə Yunanistanı keyword, Yunanistan demişkən, Yunanistan səyahət etməyə çox istəyirəm. İnşallah bu ərəfələrdə planlayıram. Daha sonrasında Ancient Rome, okay, buradan keyword götürməyə çalışaq. Roman götürə bilərik, məsələn. Belə, tapdıq, Roma söhbətini götürə bilərik və s. Bayaq da dediyim kimi, mən ən asan gələn sual tipi adətən gap filling olur deyə, mən gap filling-dən başlayıram. Romanı buradan müəyyən eləmiş oldum. Yəqin cavabım burada olar deyə təxmin eləyirəm.
Başqa yerdə Roma, amma hər yerdə Roma var. Baxın, hətta burada roman da var. Ona görə burada ola bilər eyni zamanda. Başqa keyword tapa bilirəmmi? Onu da axtarım. Burada biraz keywordlər, məsələn, qullardan danışır. Qullar söhbətini mətnin içərisində axtara bilərəm ki, onu da bu paraqrafda müəyyən eləmiş oldum. Başlayaq. Okay. Attacks on transporting something. Nəysə daşıyanda ətəklər olub. Görək nəyi daşıyan vaxtı. İndi daşımaq sözünü axtarıram. Shipsdir, gəmidir. Gəmi nəysə daşıyır. Ətəkdir. Ətəki tapdıq. Baxın indi. Attacks on transporting ships. Nəyi? Grain. Calls for, yəni çağrılar nəyin üçün? Yəni tələblər nəyin üçün? Bunu angry voices ola bilər. Piratlar üçün. Calls for something, for example. Gəlin baxaq. Angry voice indi, sənətdə deməli punishment. Bunlar nəyi tələb edirmişlər? Punishmenti tələb edirmişlər. Daha sonrasında 26-cı sualdan davam edirik. 26-cı sualda deyir ki, piratlıq davam elədi. Bəzi piratlar tələb elədilər something. Sayıla bilən tək bir ismə ehtiyacımız var. Görək bəzi piratlar nə tələb elədilər? Elə yəqin ki, eyni paraqrafda olacaq. Artiklı ilə, gördünüz, baxın, artiklı ilə bircə dənə ismim var. Cavabımı yazdım. Artıq gap filling suallarımı bitirmiş oldum. Daha sonrasında keçib bunlarla bu tip suallara, indi biz bu paraqrafda müəyyən qədər fikrimiz oldu. Bu paraqrafda nədən danışırdı? Danışırdı ki, piratlıq Roma üçün böyük bir məsələ idi. Daha sonrasında deyir ki, onlarda da belə deyək, slave'lər falan var idi, agriculture, mining industriyasinə təsir edirdilər. Piratlar hücum edirdilər, bunlar da insanlarda narazıçılıq yaradırdılar. Roma deyir ki, amma heç nə eləmədi. Birinci əsrə qədər nələrsə müəyyən qədər pul ödənməli idi və s. İndi bayaq oxuduqlarım arasında görüm hansısa varmı? Rədd eləmək haqqında heç nə yox idi. Kampaniya haqqında nəsə verilməmişdi. Necə istifadə eləyirdilər? Necə istifadə eləyirdilər? Bu ola bilər əslində cavabımız. Bilirsinizmi niyə? Çünki, amma bir məsələdə əmin deyiləm. Çünki burada states deyir. Burada təkcə Romadan danışır. Yəni tam əmin deyiləm. Amma agriculture, mining industrisi üçün falan önəmliymiş. Ona görə F yazıram, amma tam da əmin deyiləm. Bugün haqqında heç bir şey, insanlar necə elədilər vermədi. Torpağa yaxın olması haqqında da yenə heç bir məqam burada görmədik. Bu ola bilər, amma tam əmin də deyiləm qeyd etdiyim kimi. Niyə? Çünki orada dövlətlər deyir, amma burada bir dənə Romadan danışırdı. Daha sonrasında keçirəm Mediterranean region olan hissəyə ki, burada da Mediterraneanı müəyyən etmiş oluram. Amma yenə də tam əmin olmaq məqsədi ilə gedib başqa yerlərdə də ki, burada, amma burada olmayacaq çünki Greeks deyir. Greeks'i buradakı Greece-dən əvəz edə bilərik. Mediterranean burada yoxdur, burada da yoxdur. Burada Mediterranean region. Yəqin ki, bu olacaq bizim cavabımız. Bunu işləməmişdən əvvəl paraqrafımı full oxumağıma mənim ehtiyac olacaq. Deyir ki, hakimiyyəti dövründə bu adamın nələrsə baş verib. Bunlar önəminə görədir. Mediterraneanın həmin dövrdə olan şeyinə, o da geografiyasına görə. Mediterranean region daha çox məhsuldar idi, amma bəzi hissələri təpəli, dağlı falan idilər, hətta dağlı idilər. Köhnə vaxtlarda bu ərazinin inhabitantları, baxın, bayaq da görmüşdük inhabitantları, daha çox su resurslarına, fişə və solta etibar eləyirdilər. Onların 10 botları var idi, yaxşı dənizçilik skillləri falan var idi və coastline-ı falan, dəniz sahilini falan yaxşı bilirmiş bu adamlar. Surprising deyil ki, çətinliklər boyunca adamlar piratlığa başladılar. Coğrafiyada deyir ki, eyni zamanda piratlara fayda verdi. Onlar öz botlarını falan gizlədə bilirdilər. Daha sonrasında shiplər deyir ki, asanlıqla keçə bilmirdilər open water üzərindən bu piratlara görə. Daha sonrasında to a few well-known, okay, deyir ki, sadəcə bir neçə dənə yaxşı bilinən rutlar var idi, hansı ki, coastline-ı izləyirdi. Daha sonrasında da onlara kömək eləyirdi ki, onlar qaçsınlar, piratların qaçmağına falan kömək eləyirmiş bu. Ada baxaq deyir ki, onlar tez-tez they often use stolen vessels to carry out, okay. Yəni oğurlanmış vesselləri istifadə etməsi haqqında bir şey görmədim. Anı çıxdı. Deyir ki, onlar dövlətdən qaça bilirdilər. Bəli, burada da baxdıq. Deyir ki, onlar ərazini yaxşı bilirdilər. Bu da onlardan qaçmağa kömək eləyirdi. Deməli, B variantı uyğundur.
Onlar deyir ki, ödəyirdilər informasiya üçün merchantlardan. Ödəməsi haqqında bir şey görmədim. Onlar deyir daha çox dənizdən asılı idilər. Hə, burada da dedi, C-dən, Saltdan asılı olmağından danışırdı. Deyir ki, onlar depoluyurdular məhsullarının əksəriyyətini pirat ataklarda Coastline boyunca. Coastline'ı bayaq oxuduq, Coastline, amma orada depoluyurdular mı o verilməmişdi. Ona görə o deyil. Ona görə də cavabımız olacaq B və D variantları 20-21-ci suallarda. Yenidən qayıdıram bura. Denial'dan danışmırdı, kampaniyadan danışmırdı, insanların bugünündən danışmırdı, necə qaytarıldığı danışmırdı. Close to land, bu ola bilər. Çünki coastline deyirdi, coastline sahil boyunca, yəni əraziyə yaxın ərazilərdə. Ona görə də B-ni artıq bu paraqrafa müəyyən edəcəm. Hiss elədiniz taktikamı digərlə paralel işləmə taktikasından istifadə edirəm. Sonra keçirəm Qrisi axtarmağa başlayıram, Yunanistanı. Ki onu da bayaq burada tapmışdıq. Yenə üzdən sürətli bir formada oxuyuram. Onlar asılı idilər Mediterranean bir neçə aspektlərdən, trade-dən tutmuş, warfare-ə qədər. Maraqlıdır ki, Odiseyin belə deyək də işlərində, bu adamların işlərində falan onlar tərifləyirlər piratların lifestyle-larını, actionlarını. Bu opinion dəyişmədən qalır əsrlər ərzində. Köhnə Yunan tarixçisi bu adam məsələn, yəni şöhrətləndirir, glorify eləyir piratların hücumlarını şiplərə, hətta şəhərlərə. Yunanlar üçün gündəlik həyatın bir hissəsi idi bu. Hətta yüksək rütbəli insanlar da bundan kənar qalmırdılar. Daha sonrasında görək nədən, yəni buna ümumiyyətlə tolerate eləmələrindən falan filan danışır. Deyir ki, dövlət hesab edir ki, çox az insan daxil olurdu, yox, əksəriyyət daxil olurdu. Deyir ki, dəyişdi onlara qarşı attitudlar. Dedi ki, yox, əsrlər boyunca dəyişilməz qaldı. Bunlar sanki true false not given kimi yanaşında. Deyir, important officials da deyir ki, iştirak edirdilər. Bəli, deyirdi ki, kənar qalmırdılar important officials. Buradaydı deyəsən high ranking members, bəli, bu cümlədə. Every citizen, onlar unacceptable qəbul edirdi, əksinə xoş qəbul edirdilər. Deyir ki, onlar üçün xoş bir view var idi, bəli. Bu da olacaq bizim düzgün cavabımız. İndi gəlirəm bura. Rədd eləmək haqqında bir şey yox idi. Aradan çıxarmaya çalışmırdılar. Bugün haqqında vermirdi. Necə ki, bunlar heç biri verilməmişdi. İndi qaldı mənim paraqraflarım. Paraqrafdan bura irəliləyərək gedəcəm. Necə eləyəcəm bunu? Sadəcə 16 dəqiqədir ki, hal-hazırda ki, passage üzərində işləyirəm. Paraqrafı sürətli tərcümə eləyərək hansısa varmı, yoxmu onu başa düşməyə çalışacağam. An image spring deyir ki, piratları bəhs eləyəndə bir image, bir əksər insanların beynində ortaya çıxır. Nə vaxt ortaya çıxır? İndiki zamandır da, düzdürmü? Yəni, insanlar bugün piratları necə görürlər? Yəni, bugün göstərir onları adventurer kimi görmələri və s. şəklində. Davamını da oxuyuram, çünki MB var, bir hərf birdən çox dəfə istifadə olunacaq. Deyir ki, çoxlu effortlar elədilər, amma piratlığı dayandıra bilmədilər. Düşünə bilərsiniz ki, eradicate, amma nəyə görə deyil? Çünki detalları verilməyib, sadəcə cəhdlər elədiyini verilib. Minlərlə il dəyişilməz qaldı. Piratlar deyir, nə vaxt ki, təhdid elədilər, Ancient Romanın və s. şeylərini artıq orada eliminate eləmək istədilər. Roman General Pompey'in altında artıq bunlar müəyyən qədər addımlar atmağa başladılar. Amma yenə də detallar haqqında bizə heç bir məlumat verilməyib. Dediyim kimi, detallar çox verilməmişdi. Yəni, birini seçəsi olsam, 15-ə mütləq seçməli olsam, A-nı seçərəm. Amma əmin deyiləm, tam detallar verilməyibdir. Qeyd eləyirəm, amma hal-hazırda əmin deyiləm. Daha sonra davam edirəm bir paraqrafı ilə. Deyir ki, piratlıq Mediterranean'da ilk olaraq rekord olundu Ancient Egyptdə. Bunu bayaq oxuduq zaten, bunu yazmışıq. Ona görə C paraqrafına keçirəm. Deyir ki, one should also add that it was governmentdə resort edib especially baxın, deyir ki, insanlar dövlət ondan necə faydalanırdı? Birincisi fikir verin, government istəyir. Bayaq demişdim, bir dövlətdən danışır deyə əmin deyiləm. Elə bu olacaq. Hansı hissə idi o? Onu bilən states, bəli. Baxın, dövlətlər necə istifadə edirdilər? Müharibədə onların skilllərindən falan istifadə edirdilər. Ona görə bunun cavabı əslində C olmalıdır. Bura keçək. Daha sonrasında baxaq, deyir ki, ekonomiyaya fayda verdilər falan. Yəni, bunun yerinə artıq müəyyən elədik. Bəli. Deyə keçdik. Deyir, ilk dəfə bunlar oldu, Mediterranean piratlar oldular, xüsusən də Flankesinin vaxtında. Diplomatik əlaqələr falan oldu.
It seems that the trouble ki pirat qrupuna deyir ki, buna hücum çəkirdilər. Yəni çətinlik çəkirdi də onunla bağlı. Connection'ı göstərilirdi. He was prepared and of his subjects involved in... Yəni artıq burada detallar verildi. Məncə burada D daha uyğun bir variant olaraq götürülə bilər. Yəni həm D ola bilər, həm də buradakı deyir ki, involvement. Involvement-i deyir ki, kim əgər involve eləsə, əslində bu daha uyğun gəlir, çünki detallar haqqında hələ də heç bir bilgini tam olaraq görməmişik. İ paraqrafını artıq müəyyən qədər oxumuşuq biz. Düşünürəm ki, İ heç birində olmayacaq. Keçək F paraqrafına. F-də də oxumuşuq məncə müəyyən qədər. Gəlin birinci C-yə baxaq. C-də nədən deyir? Deyir ki, indiyə qədər Roma aware-dir ki, piratlar artıq öz usefulness-lərini aşıblar da, yəni artıq önəmli deyil. Burada nə edib? Divided into 13 dənə yerə bölüb və artıq o təmizləmək üçün belə deyək də bu piratları bir sıra məqsədləri var. Problemi uzun müddətli çarə olaraq onları ferma sahəsinə yönəldib. Ferma sahəsinə yönəldibsə, yəni ikna edib ki, onlar qayıtmasınlar. Bir də bu eradicate eləməyin, yəni növüdür də bir növ piratlığı. Və artıq bu mətni də bitirmiş olduq. Üçüncü mətndən davam edəcəyik. C, A, G, E, D, C, E. Hazırsınızsa elə mətn 3 son mətnimizlə də davam edək. Son mətnimizdə bizim var yes, no, not given suallarımız, multiple choice suallarımız və gap filling suallarımız. Mən sevirəm yəni multiple choice suallarını. Gəlin elə multiple choice-dən başlayaq. Deyir, ilk paragrafda misinformation haqqında nə deyilir? Deyir, misinformation hansı ki qəsdən deyilib və yaxud da ki təsadüfən paylaşılıb. Bugünkü dünyamızın ayrılmaz bir hissəsidir, amma yeni bir problem deyil. İnsanlar bir-birlərinə yalan deyirlər, kommunikasiya ortaya çıxandan. Bir-birlərini allatmaq sanki bir appearance şeydir də, aydın bir yoldur ki, stratejik avantaj qazanasan. Hətta bəzən aranızdakı bağları qorumaq üçün falan. İndi gəlin baxaq görə bunlardan hansıdır. Deyir ki, yeni bir şeydir. Amma orada deyirdi yeni deyil. Bu oldu false. Bəzi insanlar üçün misinformation tapmaq asandır. Elə bir şey verməmişdi. Misinformation deyir dəyişir insandan insana keçəndə yoxdur. There may be a number of reasons for the spread of... Bir neçə səbəb ola bilər. Bəli, bağlarımızı qorumaq falan filan. Ona görə deydim. İkidə keçək texnologiyanın rolu haqqında soruşur. Deyir ki, bizim yaşadığımız şeydə texnologiya informasiyanı daha böyük bir auditoriyaya çatdırır və belə ki, ona görə də misinformation daha sürətli yayıla bilir. Amma correct misinformation, yəni misinformation düzəltmək də eyni zamanda asanlaşıb. Yəni bu informasiyanı düzəltməyin də bir vasitəsidir. Deyir ki, bizə solution kimidir misinformasiya. Bəli, düzəldə bilirik. Deyir ki, insanların informasiyanı hesab eləmə yolunu dəyişib, məlumat yox idi. Organizationlar haqqında ümumiyyətlə görmədim deyə çıxıram. Deyir ki, bizə yoxlamağı asan edir ki, informasiya dəqiqdir, yoxsa dəqiq deyil. Yoxlamaq haqqında vermədi də, guys, yalanlamaq haqqında verdi, yəni correct eləmək haqqında. Ona görə də A daha düzgün bir variantdır. Yəni informasiya, məsələn, tutaq mənim haqqımda misinformasiya yaranıbsa, mən onu correct eləyə bilərəm. Siz onu yoxlamırsınız. Ona mətndə verilənə görə. Ona görə cavabımızı A variantı olaraq götürdüm. Sonra keçirəm 4-cü paraqrafa. 1, 2, 3, 4. Deyir ki, at least three observations, okay. Deyir ki, bugün 3 dənə observation misinformation haqqında da müasir mass media environmentində diqqətini çəkir researcherlərin, siyasətçilərin, hətta everyone'ın kim ki televiziya izləyir, radio qulaq asır və yaxud da ki onlayn informasiya oxuyur. İlk olaraq insanlar misinformasiya ilə izləşəndə onlar ona inanırlar ilkin olaraq. Daha sonra elektronik və print media tez-tez bloklayır misinformasiyanın çoxunu, hansı ki yəni large audience çatır. Üçüncü olaraq da
Artıq deyir ki, o müəyyən bir kütləyə çatandan sonra onlarla əlləşmək çətin bir proses alır. Deyir, comparing to the different options people have of misinformation. Bu ola bilər, əmin deyiləm. Explaining how they have changed over time. Zamanla necə dəyişməsi haqqında heç bir şey yox idi, çıxdı. Which issues connected are significant today. Bu da ola bilər. Discovering that it policymakers. Deməli, ya A variantıdır, ya da C variantıdır. Amma insanların opinionları haqqında verilməmişdi axı. Yəni issuelar haqqında verilmişdi. İnsanlar misinformation haqqında nə düşünür, onu verməmişdi. Ona görə burada C daha uyğun bir variantdır. Və gedirəm USA-yə, USA-yə axtarmağa başlayıram hal-hazırda. Gedək tapaq. Ya da FDA var ya, onu da axtara bilərik. Tapdıq. United States'də deyir ki, agensiyalar fokuslanırlar nəyəsə, organization məsələn FDA tez-tez nəzarət edir bu funksiyonlara, sensoring əlavə edir elə bil ki, drug advertising olanda məsələn bad advertising program kimi göstərilir, drug riskləri olduğunu göstərir və s. Belə proqramlar do not keep, yəni saxlamırlar false advertising. Əlavə olaraq hətta misinformation hansı ki uğurlu bir şəkildə düzəldilib, yenə də insanlara təsir edə bilər də, nə qədər şey olsa da. Need to be simplified. Sadəlik, mürəkkəblik haqqında bir şey verilməmişdi. Regular does not affect-dir. Does not affect əksinə affect elədiyi vermişdi son cümlədə. Gördüyünüz kimi. Deyir more. Baxın uşaqlar, müqayisə verilib. Amma mətndə müqayisə yoxdur. Bu true false not given-da da belədir. Sualda müqayisə var, mətndə yoxdursa cavabımızı götürürük, not given yoxdur. Deyir ki, fails to prevent, yəni hələ də misinformationu dayandıra bilmir. Bəli, deyir, çünki deyir ki, davam eləyir. Ona görə də burada D variantını düzgün cavab kimi götürə bilərik. Qaldı bizim 1, 2, 3, 4 sualımız buradan və buradan da gap filling sualımız. Hansı ilə başlayaq? Gəlin elə bununla başlayaq. Burada Spinoza sözünü görürəm, Descartes görürəm, yenə Descartes və Spinoza görürəm. Gedib bunun yerini axtarmalıyam. Gəlin bir yerdə baxaq. Descartes və Spinoza. Yerini müəyyən elədim. People have something to misinformation. İnsanların nəyisə var misinformationa. Yəni people axtaracam da bildiyiniz kimi. Bu arada as true or untrue. Başlayırıq bu hissəyə. That's false. Okay. Deyir, insanlar üzləşirlər. İndividuallar deyir insanların yerinə və insanların bir növ rutinidir bu misinformasiya ilə üzləşmək. İndi gəlin, rutini konfliktlə əlaqəsi yoxdur, sübutla əlaqəsi yoxdur, locationla əlaqəsi yoxdur, subjectlə əlaqəsi yoxdur, short periodla əlaqəsi yoxdur, distrust, inamsızlıqla yoxdur. Yəni, tez-tez məruz qalırıq. O bizim rutinimizdirsə, biz ona tez-tez məruz qalırıq, düzdürmü? Bu oldu C variantı. Deyir ki, filosoflar Descartes və Spinoza'nın varı idi nəsə, ya cəm, ya da sayılmayan bir ismə ehtiyacımız var. Niyə? Çünki artiklımız verilməyib. Avtomatik bəzi sözlərini çıxa bilirik. Məsələn, burada görürsünüz reason var. Bunu çıxa bilirik. Və gedək, bir də short period da çıxa bilirik. Çünki period sayılan bir isimdir. İndi gedək tapaq. Descartes və Spinoza. Only have been in Robert ways. İkisinin bir yerdə. Dilemması var da, yəni ikiləm var bu adamlar içərisində. İkiləm varsa əgər, onda yəni different idealəri var mənasını verir, düzdürmü? Different ideas. Daha sonrasında 33-ə keçirik. Spinoza düşündü ki, distinct nə is involved. Is involved deyirsə, guys, demək tək ismə ehtiyacımız var, düzdürmü? Nə ola bilər bizim cavabımız? Evidence, conflict, bunu artıq işlətmişik. Short period olsa ola bilər, çünki sayıla bilən əslində bizim ehtiyacımız var. Is involved in this stage, mental operation, reason. Gəlin baxaq. Spinoza hamı deyir ki, qəbul eləyir bütün informasiyanı, daha sonrasında verify eləyirlər və yaxud da ki, reject eləyirlər bunu. Yəni, mental bir növ beynimizlə əlaqəli bir şeydir. Görün, bununla bağlı, yes, a distinct mental operation. Beynimizin işləməsi bununla bağlı fərqlənir. Daha sonra, çünki onu da hardan bildim deyə soruşsaz, bayaq oxuduğum cümləyə baxaq.
Cognitive process deyir, yəni dərraki proses. Oradan yəni dərraki mental deməkdir. Oradan anladım. Deyir ki, recent research has provided something for Spinoza's theory. Son research təmin edib nəsə Spinoza'nın teorisi üçün. Yəqin ki, sübut olacaq da. Yes. Gəlin baxaq. Empirical evidence research əvəz eləyib. Supported deyir. Additional evidence onda bəli. If this is for an extremely something. İndiki cümləni oxuyaq. People accept all, deyir insanlar bütün informasiyanı qəbul edirlər. Əgər o düzdürsə, hətta this is for an extremely and do not label. Okay. Nə bilim, extremely nə üçündürsə. İndi extremely-nin sinonimini axtarıram. Deyir even true, baxın buradadır. So, physical resource bir də if only moment, yəni anlıq da olaraq deyir insan qəbul edir. Anlıq olaraq short period deyə bilərik də, düzdürmü? For extremely short period, bəli. Hansı idi bu? İ variantı. Yəni bunlar mənim daima ağlımdadılar. Bunları düşünərək gedirəm. 36-da da encoding are, nə bilim, in something. Encodingi bayaq gördüyüm kimi mən gəldi. Gəlin axtaraq. Encoding. In, nə bilim, nə? In the brain. Different part of the brain. Yəni in different locations of the brain. Bunda C olduğunu müəyyən elədik. Keçdi buna. Qaldı bizdə ancaq yes, no, not given sualları. Birincisi deyir ki, adətən işləmədiyimiz paragraflarda olur. Göz gəzdirəm, məsələn, bunu işləməmişəm, bunu işləməmişəm. Yəni heç bir paragraf adətən boşuna verilmir də. Ona görə də o paragrafın üzərində axtarmağınız daha rahat olar sizin üçün də. Kampaniyalar deyir, dizayn olunub misinformation düzəltməyə, dizayn olunan hansı ki misinformation düzəltməyə, fail eləyəcək, achieve eləməyə purpose-lərinə. Əgər insanlar onları başa düşmürlərsə, deməli, kampaniyalar, in other words, even among the large may have detrimental for health. Okay, burada mən nəsə kampaniyalar söhbətini görmədim. Eyni zamanda burada da teach, gəlin elə bunu götürək də. Elementary school students. Məsələn, bu keyword olaraq daha effektiv bir keyworddur mənim fikrimcə. Axırlara da baxaq istəyirsinizsə. Burada. Audiences need to be able to comprehend them. Comprehend, understand deməkdir. To understand them. Deyir, insanlar onu başa düşmədilər. Yoxsa, yəni, bu effort, which hansı ki effort tələb eləyir onlardan. Yəni, corrective kampaniyaların deyir, inandırıcı olması üçün insanlar başa düşməlidir. Yəni, insanlar başa düşməsə, will fail həmişə, will not be able to da achieve. Yəni, düzdür. Yəni, insanlar başa düşməlidirsə, onda insan başa düşməyəndə effektiv olmayacaq. Ona görə yes olacaq. Deyir ki, attempts to teach elementary school students about misinformation have been opposed. Opposed yəni şey olub, qarşı durma olub da buna qarşı. Elementary school studentləri teach eləmək attemptləri have been opposed. Gedək indi elementary school students axtaraq. School söhbətini axtarıram hal-hazırda və növbəti keywordüm isə short perioddur məsələn. Onu götürə bilərik. Educate, amma burada elementary school'dan getmir. Okay. Deyir ki, bu artıq elementary school'da uşaqlara öyrədilməlidir. It may be possible to over... Okay. Deyir ki, bəzi auditoriyalar potentialından xəbərsiz ola bilərlər misinformation'dan. Ona görə də media literacy effortları elementary school'dan başlatılmalıdır. Yəni bu problemə qalib gəlmək... Amma burada opposed olduğumu onun haqqında bir şey verilməyib. Baxı. Ona görə yəni not given olacaq yəqin ki. Daha sonrasında keçirik buna. It may be possible to overcome problems in a relatively short period. Qısa bir periodda deyir ki, possible ola bilər ona qalib gəlmək. İndi qısa bir müddət söhbətini axtarırıq. Even with journalists and scholar pointing to the phenomenon, people do not know the most. Okay, burada qısa müddət demir. Believe in the best is common, yet many people are okay. Join forward and local will. Deyir ki, şübhəsiz ki, uzun olacaq. Yəni qısa müddətdə olmayacaq da. Bu da olacaq no. Keep up with new information to into the world. Yeni informasiya ilə belə deyək, update olmaq ehtiyacı böyük bir şəkildə abartılıb bugünkü dünya tərəfindən. İndi yeni informasiya söhbətini axtarırıq.
Yəni mən bunun haqqında xüsusi bir data görmədim. Yeni bir informasiya. Future Medis fonunda. Development of for members. Yəni bir şey görmədim. Ona görə də buna da not given verəcəm eyni zamanda. Gəlin, part 3 işləmişəm burada sadəcə. Bir submit edək, yoxlayaq. Yəni 40 üzərindən 40 oldu. Thank winner of experience. Ümid edirəm ki, bu dərs sizin üçün faydalı oldu. Hər hansı bir sualınız varsa, aşağıda chat hissəsində mənə yazmağa çəkinməyin. Gələn dərs, yəni sabah sizin üçün Cambridge 19 test 2-ni paylaşmış olacağam. Hər birinizə uğurlar arzulayıram. Hələlik özünüzə yaxşı baxın.